kanalına rəqibi qalib gəlir. Andi Həsənli Kabir məktəbinin yarısı Kazus işi izləyib nasıl? Yəni qardaşı kimi, yəni döyüş tərzi eynidirmi, yoxsa fərqlənir? Döyüş tərzi eynidir və deyərdim ki, bu da özünə görə, yəni görürsüz həmin zərbə Andi burada qanunu pozur. Andi kifayət qədər təcrübəlidir, illərin təcrübəsi var və o da yaxşı unutmur ki, üzərində Andikun adı var, əksərində Andikun ruhu İncərovla. Çox maraqlı hərəkətlər seyr edirik. Və Seydo Kaykanın geyimindədir Andy Hook. Sinəsində başqa loqo olsa da, yəni qollar qısa. Bu sırf yapanlar bunu Seydo Kaykan karate üçün, yəni ringdə qollar qısa Seydo Kaykan karate üçün yaradıblar. Necə ki, Kabir sözün mənası o deməkdir ki, karate, kempo, kung fu, kickboxing bir nömrələrin mübarizəsi. Qədər yəni başına təpi Mavaşı Dodan deyirlər buna. Keçirdi artıq və hakim gənclər olduğuna görə soruşur oralardan. Yəni hər bir gənc olduqlarına görə özünü necə hiss edirsən? Yəni çünki bunlar məktəblidir, 18 yaşına kimi hər bir travma ömürlük gedir. Onun üçün hakim borcudur ki, burada soruşsun. Rəqibin ki, həqiqətən güclüdür və hiss edirsiniz yumruqlar necə ağırdır, and edir. Başqa bir hücum tərzimi deyim, zərbə tərzi yoxdurmu? Yəni Kamranda ki, bundan istifadə edir? Yox, var əslində, amma rəqib həqiqətən güclüdür. Rəqib həqiqətən güclüdür mübarizəsi. Mən onunla çıxanda görüşən zaman o rəqibi də biraz özünə gəlmək istəyir düşünək və inandırmır ki, hiss olunur ki, rəqib onun üçün ağırba. Burada haradasa o zərbə keçdi. Keçdi amma ya ta ki idmançı durmalıdır və özünü yığmalıdır. Çünki karatenin nəfəsim kəsilib, yox. Yəni buna texniki nokaut deyirlər. Yəni vaxtında yəni döyüşü axıra kimi çatdıra bilmirsə və texniki nokaut, Andi texniki nokautla yarımfinala keçdi. Bəli, bu döyüşün qalibi Andi oldu. Və deyərdim ki, kifayət qədər gözəl döyüş göstərdi. Görürsünüz, mən də döyüşü belə maraqla izləyirəm. Yəni cəlb elədi idmançı döyüşü məni.